Tövbə ölü qəlbləri dirildir, ölü qəlblərə şəfa bəxş eləyir. İmam Səccad deyir, ilahi qəlbim ölüb, mənim qəlbimi öz tövbənlə dirild. Mənə qismət elə tövbə eləyim ki, ürəyim dirilsin. Allah tez barışan Allahdır. Əleyhissalam belə xitab eləyir Allaha. Ya səri'ər rıza. Ay tez barışan Allah. Görmüsünüz, iki nəfər bir-birindən hərdən küsür. Biri görürsən bəhanə axtarır barışmağa. Elə hey baxır ki, birdən o küsən adamın gözü bunun gözünə sataşsın və onu danışdırsın. Gör, iş nə yerə çatıb ki, aləmlərin Rəbbi, Rəhman və Rəhim olan Allah bizlə belə davranır. Fürsət gəzir, bir dəfə ona baxaq ki, barışsın bizlə. Biz ondan qaçırıq, biz ondan uzaqlaşırıq. Amma hələ görünməyib, kimsə gələ deyə bağışla, bağışlamasın, belə şey görünməyib. Fürsət axtarır ki, biz gələk onun qapısına, günahımızın böyüklüyünə baxmayaraq. Hansı günah Həzrəti Əbəlfəzi öldürməkdən ağır günah ola bilər? Aşura günü Kərbəlada bütün sahabələr şəhid olmuşdu. İmam Hüseyin Yezid qoşununa müraciət edib bu sözü dedi. Dedi, nə qədər mənim qanım tökülməyib, tövbə eləmək imkanınız var. Yəni bu qədər insanı ki siz öldürmüsünüz, əliniz Həzrəti Əbəlfəzlin, Əli Əkbərin qanına batıb, hələ mən varam və sizi çağırıram, gecdir, yenə də tövbə elə, söz mən və Allahım sizi qəbul eləyər, sizi bağışlayar. Allah bağışlayar. Tövbə belə bir neymətdir. Günahkarların dərmanıdır, tövbədən gözəl dərman yoxdur insanların ruhu üçün, qəlbi üçün. Əbu Bəsir İmam Sadiqdən nəql eləyir. İmam Sadiq buyurur, Allah Davuda vəhy elədi, Davud Peyğəmbərə, Davud əleyhissalama. Ay Davud, elə ki mənim mömin bəndəm bilməyib bir günah iş gördü, günaha düşdü, nəfsi onu aldatdı, günah elədi. Sonra başa düşdü səhvini, qayıtdı Allaha tərəf və tövbə elədi, üzr istədi. Günahını yad elədi, məni yad elədi, xəcalət çəkdi, utandı. Elə ki tövbə elədi, əvəzi nədir? Allah neynir bunun əvəzində? Allah buyurur ki, elə ki tövbə elədi, ғəfərtu ləh. Birinci iş ki mən görəcəm, onu bağışlayıram. Bilməmişdi, günah elədi, peşman oldu, indi mən neynirəm? Birinci iş ki görürəm, onu bağışlayıram. İkinci nədir? O mələklər ki günahları yazırlar, onlara unutdururam bunun günahını. Çünki istəmirəm onlar günahını bilib həqarət nəzəri ilə baxsınlar, təhqir nəzəri ilə baxsınlar. Mələklərin yanında da abrı getməsin. Dərhal yazan mələklərə unutdururam. Bu ilə qutarır, yox. Adam heyran qalır Allahın rəhmətinə. Buyurur, elə ki bağışladım, unutdurdum, bu ilə də kifayətlənmirəm. O günahlar ki silmişdim naməyə əməlində, məsələn 100 vərəq günah var idi, o 100 vərəq boş qalmır. Onların hamısının əvəzində savab yazıram. Elədiyi günahların əvəzində savab yazıram. Ondan sonra buyurur, və la ubali, və mənim qorxum yoxdur. Kimsə mənə irad tutmasın ki, eləmədiyi əməli necə yazdım onun dəftərinə. Heç kəs mənə irad tutmasın. Niyə? Ona görə ki, və ənə ərhəmur rahimin. Çünki mən rəhəmlilərin rəhəmlisiyəm. Mən ona görə rəhəmlilərin rəhəmlisiyəm ki, günahkarlarla belə davranıram. Biz belə bir Allaha bu gecə qonaq gəlmişik. Elə bir Allahdır ki, bəndə günah eləyir, o utanır elə bil, o xəcalət çəkir elə bil. Nə qədər bizim nazımızla oynayır. Hədisdə var, bunu Əli əleyhissalam buyurur, mömin 40 günah eləyir. Hər dəfə günah elədikcə bir pərdə çəkilir. Allah 40 pərdə qərar verib, onun böyük günahlarını örtməyə. 40 günahdan sonra pərdələr yırtılır, mələklər deyir, ilahi sənin bəndən örtüksüz qaldı, indi abrı gedəcək. Allah deyir, mənim mələklərim, gedin öz qanadlarınızı onun üzərinə salın və onu qoruyun. İstəmirəm onun abrı aradan getsin. Ondan sonra da davam eləsə mələklər şikayət edirlər, ilahi bu bizdən utanmır, elə günahlar eləyir ki biz danışa bilmərik. Ondan sonra deyir, çəkin üzərindən. O qədər imkan verir.
Hərdən görürsən bir bəla verir bizə, onun üçün verir ki, bizi oyatsın. Bəla verəndə bizdən düşmənçilik eləmir, bizi oyatmaq üçün. Sadiq əleyhissalam buyurur, Allah bir bəndənin xeyrini istəsə, günaha batdığı zaman ona qulaq vurması verər, bəla ilə. Nə üçün? Bəla verər ki, ayılsın, tövbə yadına düşsün. Bəlaların hamısı bunun üçündür ki, bizi ayılsın. Amma bir bəndə ki, şərrə layiqdir, Allah ona şərr iradə elədi, o günah eləyər, Allah neymət verər. O günah eləyər, Allah neymət verər, başı qarışar, tövbə yadından çıxar. Bəlası da rəhmətdir. Bəlası da məhəbbətdəndir. Bir nəfər deyib, bir ana oğlunu qovmuşdu evdən. Oğul axşam düşür, evə gəlir. Hikmət sahiblərindən biri deyir, mən yolla keçirdim, gördüm, oğul qapını döyür, qapı açılmır. Ağlayır, yalvarır, ana burax məni evə. Arxadan anasının səsi gəlir ki, yox, hara gedirsən, ged. Deyir, mənim ürəyim yandı, gəldim anasına dedim ki, bunu xahiş edirəm, mənə görə burax, bağışla. Deyir, ana deyir ki, ağsaqqala görə səni bağışlayıram, amma söz ver, mənə itaət eləyəcəksən. Söz verir, gedir, deyir, bir neçə gün sonra yenə də keçirdim, gördüm, bu yenə yalvarır, ana buraxmır. Bu sızıldayır, ağlayır, ana qapını açmır. Nəticədə deyir, yoruldu, yıxıldı yerə və yuxu apardı, huşdan getdi. Elə ki, deyir, anası gördü, səsi kəsildi bunun da, səsi gəlmir, gördüm, qapı açıldı, ana ağlaya çıxdı, uşağının başını qoydu dizinin üstünə, dedi, ay mənim gözümün nuru, sənə cəza verməyim bunun üçündür ki, sən səhvi başa düşəsən, sən hidayət olasan. Onda deyir, mənim yadıma Allahın mərhəməti düşdü ki, Allah da bizlə belə davranır. Allah cəza verəndə ona görə vermir bizi alçatsın. Allah cəza verir ki, bəlkə bizim yatmış vicdanımız oyansın. Bəlkə biz oyanaq və Allahı yadımıza salaq. Sızıltı ilə, göz yaşı ilə insan Allaha yönələ, duasının qəbul olması mümkündür. Mən bu gecə sizə bunu oxuduğum, başa düşdüyümün xülasəsi, nəticəsi kimi deyirəm. Siz də təcrübə eləyin, əgər xeyir görməsəz, mənə deyərsiniz, inanmıram kimsə xeyir görməyə. İnsan istəyirsə qədr gecəsində bağışlansın. Ən mühüm məsələ budur ki, insan məğrur olmasın, arxalanmasın əməlinə. Allahın təvazökar ürəkdən xoşu gəlir, sınıq qəlbdən xoşu gəlir. Peyğəmbər Əbu Zərə deyir ki, ya Əbu Zər, bəzən bəndə günah eləyir, günah vasitəsi ilə cənnətə gedir. Dedi, atam, anam sənə qurban olsun, ya Rəsulallah, günah da adamı cənnətə aparar. Peyğəmbər buyurdu, bəli, günah eləyir, amma sonra peşman olur, ağlayır, göz yaşları ilə cənnətə nail olur. Bağışlanmaq istəyirsənsə, təvazökarcasına bugün Allah qapısına gəl. Ya heç belə nəzərvə sal ki, heç elə bir 2 rükət namaz qılmamısan indiyəcən. Yaddan çıxart elədiyin o əməlləri. O əməllərlə haqq hesab eləməyə qalsa, vallahi heç birimizə heç nə verməyəcəklər bizim. Heç nə verməyəcəklər. 100 dəfə gərək alnımızı yerə qoyaq da ilahi namazımdan tövbə eləyirəm. Günahımdan yox, namazımdan tövbə eləyirəm. Orucumdan tövbə eləyirəm. Əməllərimdən tövbə eləyirəm. Məğrur adamdan Allahın xoşu gəlmir, qəlbi sınıq adamdan xoşu gəlir. İsa əleyhissalam gedir həvariləri ilə. Bir nəfər məhşur, fasik, günahkar baxır, görür Həzrəti İsa öz yaxın həvariləri ilə yol gedir. Görür onları, danlayır özünü. Deyir, bunlar da insandır, mən də insanam. Bunlar nə məqamdadır, mən nə məqamdayam. Deyir, məndə ləyaqət yoxdur bu adamların yanına gedəm. Amma bir-iki addım gedim bunların dalıca. Bəlkə bunlara görə Allah mənə nəzər eləyər. O günahkar düşür Həzrəti İsa'nın dalıca gedəndə həvarilərdən biri Həzrəti İsa'ya deyir, ya Ruhullah, ay Allahın Peyğəmbəri. Bu günahkar bizim dalımızda gəlir, qov getsin onu. Onda nə ləyaqət var bizim dalımızda düşür. Qorxuram onun günahlarının odu bizi də yandırar. Bunu deyəndə mələk nazil olur Həzrəti Cəbrail. Ya İsa, Allah xəbər verir, o həvariyə yaxınında olan o silahdaşıya dinən təkəbbürlü olduğuna görə bütün savablarını sildin namı əməlindən. Müflis qaldı, əməlsiz qaldı. O günahkara da dinən özünü sındırdığına görə, təvazökarlığına görə nə ki günah eləmişdi bağışladı.
Deyərsən bir günaha görə əməldən bütün savablar silinər. Bəlli olur ki, bunun bir ömür ibadətinin heç bir ruhu yox imiş. Çünki ibadət bunun üçündür ki, adamı kisiltsin. Bunun ibadəti bunun üçün imiş ki, bunu böyüdürmüş. Bir günahkar ölmüşdü, övliyalardan biri bildi ki, Allah onu bağışlayır. Allah ona vəhy elədi ki, onu bağışlamışam. Getdi dedi anasına ki, bunun nə əməli var idi ki, Allah onu bağışladı bu qədər günahdan sonra. Dedi, bu çox günah eləyərdi, amma günah eləyəndən sonra həmişə təzə paltar giyərdi. Namaz qılardı, üzünü torpağa qoyub tövbə eləyərdi. İkincisi bu idi ki, evində həmişə yetim uşaqlar var idi, yetimlərə xidmət eləyərdi. Üçüncü bu idi, hərdən gecə durardı yuxudan, ağlaya-ağlaya deyərdi, ilahi, bu günahkar bəndə cəhənnəmin harasına atacaqsan görəsən. Bu təvazökarlığına görə Allah onu bağışladı. Bir bəndə təsəvvür eləyin, günah eləmir, Allaha ibadət eləyir, amma özündən razıdır. Bir bəndə də günahkardır, amma özünü qınayır. Hansı daha əzizdir? Hədislər qəti şəkildə bizə deyir ki, günah eləyib, özünü zəlil bilən adam ibadət eləyib, özündən razı olan adamdan daha yaxşıdır.